Coğrafi mövqeyin təyini. Sinqapur eyni adlı paytaxta malik şəhər dövlətdir. Bu ölkə güclü iqtisadiyyata malikdir. Dünya xəritəsində bu ölkə demək olar ki, görünmür. Bəs Sinqapur harada yerləşir? Sinqapur Cənub-Şərqi Asiyada Malakka yarımadasından cənubda yerləşən çox kiçik bir ada ölkəsidir. Sinqapur şimalda Malyaziyadan Qohor boğazı, cənubda isə İndoneziyadan Sinqapur boğazı ilə ayrılır. Ölkə 1 dərəcə şimal enliyində, 103 dərəcə şərq uzunluğunda yerləşir və heç bir ölkə ilə quru sərhədi yoxdur. Sinqapurun ərazisi kiçik olsa da, əhalisi 6 milyondan çoxdur. Sinqapur çox millətli ölkədir. Əhali tərkibinin müxtəlif xalqlardan ibarət olması tarixi amillər və ölkənin yerləşdiyi ərazi ilə bağlıdır. Ölkənin iqtisadi inkişafı regiondakı dövlətlərdən əhalinin bura axınına səbəb olmuşdur. Sinqapur iqtisadiyyatına görə dünyanın inkişaf etmiş ölkələrindən biridir. Ölkə qlobal miqyasda dəniz ticarəti ilə tanınır. Sinqapur limanı Sakit və Hind okeanları arasında üzən gəmilərə xidmət göstərir. Sinqapur həm də sərnişin daşımasına görə fərqlənir. Şəhərdə yerləşən Changi hava limanı dünyanın ilk 10-luğuna daxildir. Hava limanının qitələrarası mövqeyi onun beynəlxalq daşımaları həyata keçirilməsinə imkan verir. Nəticədə kiçik ada ölkəsinin əlverişli mövqeyi onun iqtisadi həyatında mühüm irəliləyişinə səbəb olur.